Bir Yaponun 130 il əvvəl əsrlər boyu mövcud olan təbii mirvari bazarını faktiki olaraq necə məhv etdiyini eşitmisinizmi? Bugün yeri gəlmişkən tarix təkrarlanır, lakin bu dəfə zərbə altında olan brilyantlardır. 1893-cü ildə əlişdə satan birinin oğlu olan Kokichi Mikimoto ilk kommersiya baxımından uğurlu kultivasiya edilmiş mirvarini yaratdı. Ondan əvvəl mirvari yalnız krallar və milyonçular üçün əlçatan idi. Çünki dalğıcılar minlərlə sədəf arasından bircə mirvari tapmaq üçün həyatlarını riskə atırdılar. Mikimoto isə mirvarini fermalarda yetişdirməyi öyrəndi. Bazar əvvəlcə bunu saxtakarlıq adlandırdı. Avropada məhkəmələr, qalmaqallar, təbii mirvari tacirlərin etirazları oldu. Lakin Mikimoto qalib gəldi. 1930-cu ildə kütləvi təbii mirvari bazarı yox oldu. Bugün isə yetişdirilmiş mirvari standart halına gəldi. Beləliklə Mikimoto'nun dünyanın bütün qadınlarının boynunu bəzəmək arzusu reallığa çevrildi. Bugün isə eyni tarix brilyantlarla təkrarlanır. 2025-ci il bu əsrdə bir şirkəti üçün həqiqətən ən ağır il oldu. Satılmamış daşların ehtiyatı bazar tərəfindən 2 milyard dollar dəyərində qiymətləndirilir və gəlir 44% azalıb. Səbəb nədir? Laboratoriya brilyantları. Onlar təbii olanlarla kimyəvi cəhətdən eynidir. Cihazlar olmadan onları fərqləndirmək qeyri-mümkündür. Son illərdə kütləvi segmentdə onların dəyəri 95%-dən çox aşağı düşüb. De Beers hətta özünün laboratoriya daşlarının brendi olan Lightbox-u bağladı. İndi onlar brilyantlar əbədidir əfsanəsinə qayıtmağa çalışırlar. Hətta 3 karatlıq brilyantların qiymətini sabitləşdirə biliblər. Lakin gənc alıcı üçün bu artıq arqument deyil. Mikimoto hekayəsi göstərir ki, texnologiya nadir olanı əlçatan etdikdə köhnə bazar bir daha heç vaxt bərpa olunmur. Əgər bu videonu bəyəndinizsə, şərh bölməsində daha hansı mövzularda videoları görmək istədiyinizi yazın. Yeni videoları qaçırmamaq üçün YouTube və Telegram kanallarımıza abunə olun.